Bugünün krimin formu çox zəngin olub, çox təəssüf ki, bir çox hallarda cinayət hadisələri məhz bıçaqlanma fövqündə baş verib. O cümlədən də Bakının Binəqədi rayonunda qardaşını bıçaqlayaraq ona ağır dərəcəli bədən xəsarəti yetirib. Hadisəni törətdikdən sonra gözləri qarşısında qardaşının qan itirdiyini görüb, onu xəstəxanaya yerləşdirib. Özü isə könüllü olaraq polisə təslim olub. Paytaxtın Binəqədi rayonunda qardaşını bıçaqlayıb. 29 yaşlı Siyavuş İbrahimov hadisəni öz yaşadığı ünvanda Biləcəri qəsəbəsi Füzuli küçəsində törədib. O qardaşını münaqişə zəminində bıçaqlayıb. Belə ki, o həyat yoldaşı ilə mübahisə edərkən qardaşının məsələyə müdaxilə etməsi onu cinayətə sövq edib. Öz həyat yoldaşı ilə mübahisə edən zaman qardaşı Rəşad İbrahimov söhbətə müdaxilə etmiş və nəticədə Siyavuş İbrahimov mətbəxdən bıçağı götürərək qardaşının qulaq və qarın nahiyəsindən bıçaq zərbələri endirmişdir. Rəşad İbrahimov qarının ön divarını kəsən, daxili nüfuz edən, kəsilmiş, deşilmiş yarası ilə Biləcəri Dəmiryol xəstəxanasına yerləşdirilmişdir. Taksi fəaliyyəti ilə məşğul olan Siyavuş İbrahimov polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilir. O polisə ifadəsində bildirdi ki, hadisəni içkili vəziyyətdə törədib. Gəlib qardaşım, əl qol atdı mənə, onun üstündə. Baş özümdə olmayıb, ağlım özümdə olmayıb vurmuşam da. Söz qardaşını vurar. Əməlindən peşman olan Siyavuş İbrahimov onu da əlavə etdi ki, qardaşını bıçaqladıqdan sonra yaralını xəstəxanaya yerləşdirməyə köməklik göstərib. Özüm vurmuşam, vurandan sonra özümə gəldim, qoydum maşını, gördüm qan gedir, qoydum maşını, apardım xəstəxanaya. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Simnarə Həmid qızı, Sultan Məmmədov, Space.